Fəda eləyiblər. Qalan insanlarımız da bunlara dəyər verib, özlərinə əziyyət verib birbaşa onu körpələrimizin beyninə yazıb həkk eləməlidirlər. Əgər biz bunu eləmiriksə, demək biz o şəhidlərimizin getdiyi yolu dərk eləməmişik. Əgər biz bunu eləmiriksə, demək o tökülən qanları biz dərk eləməmişik. Mən arzu edirəm, çox danışaram. Ben arzu edirəm ki, cəmaatımız, Füzuli rayonunun bu qaşqın düşən cəmaatı hamısı gəlsin öz yurtunda, yuvasında, o cümlədən Xələfşə kəndimizin, bu gözəl kəndimizin cəmaatı gəlsinlər, bu gözəl yurtlarında yaşasınlar. Biz də bura qonaq gedək. Çox sağ olun diqqətinizə görə. Allah sizləri qorusun, Allah sizləri var eləsin, həmişə elinizdə, obanızda. Allahımızdan sizlərə bərəkətli ömür arzu edirəm. Neymanın bir kızı Giləziyə gedib. Mənim xalam qızıdır da. Salam, hər vaxtınız xeyir olsun. Gözəl Xələfşə kəndinin hörmətli sakinləri. Mən də hər birinizi salamlayıram. Mən də Füzuli rayonu Gövşad kənd sakini olaraq Xələfşə kəndindən yaxın dostlarımız, qardaşlarımız olubsa müharibə dövründə yəni müharibədən qabaq Seyfəli ilə tanış idik. Hələ 88, 87, 86 o illərdən Seyfəli ilə tanışıq. Sonradan burada yaxşı qardaşlıq elədiyimiz bu yoldaşlar oldu. Allah hamımıza can sağlığı versin. Mən ilk növbədə Azərbaycan ordusuna Allah'tan arzu edirəm ki, ordumuz hər zaman müzəffər olsun. Ali Başkomandana öz adımdan və bütün elə Füzuli əhli adından təşəkkür edirəm ki, yəni Amil qardaşımız da dediği kimi bir vaxt var idi ki, gəlirdi hər gün, hər dəfə rayona gələndə əsas da olur Füzulidən kənarda yaşayan sakinlər. Hamımız o Alxanıdan Zovcuğa tərəf gedəndə bir yer vardı. Oradan dayanıb üzü yuxarı baxırdıq, dağlara tərəf həsrətlə baxırdıq. Amma heç vaxt ümidimizi kəsməmişdik. Həmişə bilirdik ki, gec-tez nə vaxtsa bu torpaqlara qayıdacağıq. Allahın köməkliyi ilə Allah qismət elədi, ordumuzun gücü ilə, qüdrətli ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad elədik. Bu günləri torpaqlarımız azaddır, xalqımız bir azad torpağın, azad respublikanın, azad vətəndaşları olaraq istədiyimiz yerə gedə bilirik. Demək olar ki, işğaldan azad olmuş çox kəndlərdə belə bir tədbirlər keçirilibdir. Bu günlərdə Xələfşə kəndindəyik. Allah sizləri var eləsin, Allah canınızı sağ eləsin. Allah bu kənddən dünyasını dəyişən hər o insanların hamısına rəhmət eləsin. Kəndin həsrəti ilə dünyasını dəyişənlər oldu. Torpaq həsrəti ilə dünyasını dəyişənlər oldu. Allah onlara da rəhmət eləsin. Bugün çox güman ki, onların da ruhu şaddır. Allah sizləri var eləsin. Allah ordumuzu, millətimizi, dövlətimizi qorusun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun, var olun. Hər vaxtınız xeyir olsun. Bugünü bizə bəxş edən şəhidlərimizə Tanımıram, indi mən belə görürəm, soruşuram, məcburum soruşuram. Deyirəm ki, kimsən, nəsən, məcburum soruşuram. Əhməd Aliya, Əhməd Ali demək ki, olar ki, şəhidlər zirvəsində olmuş bir insan. Allah'tan rəhmət diləyirəm. Çünki bu kəndə ilk dəfə ayaq basan, yəni ki, bir neçə illər sonra Əhməd Aliya, Seyfəli qardaşım. Burada qəbirstanlıqda yanlarımıza ilk dəfə olaraq Əhməd Ali Fatih verir. O bulaqdan Əhməd Ali ilk dəfə su içir. Çünki biz həmişə həsrətindəydik ki, görək kəndimiz nə vəziyyətdədir, necə vəziyyətdədir. Çünki Əhməd Ali çəkib Seyfəli qardaşım işğal olmuşdur. Allah bütün şəhidlərimizə yerdə rəhmət eləsin. O cümlədən də Əhməd Aliya. Mən Əhməd Alının doğrudan nə vaxtsa hardasa onun haqqında danışıram, kövrəlirəm, danışa bilmirəm. Allah şahiddir buna, ona görə qardaşımın alını çəkmədim. Əhməd Alını bəlkə də kənd cəmaatı çox az tanıyırlar. Yəni Əhməd Alını elə-belə kəndçi kimi tanıyırlar da, yəni qohum kimi, dayıoğlu, büyüoğlu, əmoğlu belə tanıyırlar. Amma Əhməd Alının o ikinci bir həyatı var, yəni müharibə dövründə yaşadığı bir dövr var. Onu cəbhə yoldaşları tanıyırlar, bilirlər ki, Əhməd Ali kimdir. O Nemes ləqəbi də Əhməd Ali ilə belə verilmir. Əhməd Ali
gözün qırpmayan, aşağı əyilməyən, dizin yerə qoymayan oğul olub. Allah ona rəhmət eləsin. Yəni heç vaxt əyilə gəzməyib. O adam həmişə dik gəzir. Allah ona rəhmət eləsin. Allah o dünyasını versin. Bir də onu demək istəyirdim ki, yəni bu kəndin yetirməsi desək bilmirəm. İndi İlhamə xanım mən sosial şəbəkədən tanımışam. Demək olar ki, Füzuli rayonunun ziyalısından düz ən aşağı nə bilim məktəbə qəbul olan, universitetlərə qəbul olan tələbəsinə, şəhidindən qazisinə, döyüşçüsünə hamısını təbliğat ilə məşğul olan adamdır. Çox sağ olsun, sosial şəbəkədə yəni ki, əziyyət çəkir, zəhmət çəkir. Füzuliləri demək olar ki, tamamilə təbliğatını aparır. Çox sağ olun İlhamə xanım. Var olun, mən sizə şəxsən öz adıma təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Mən də Bundan Əhməd Ali qardaşımıza Allahdan rəhmət diləyirəm. maalesef Yəni həqiqətən Adil qardaşımız qeyd elədi. Biz həm birinci, həm də ikinci Qarabağ müharibəsində bir yerdə olduq. Həqiqətən də qohum, əqraba ola bilsin ki, onu yəni Əhməd Ali olduğu kimi tanımayıb da. Allah Əhməd Ali qardaşımıza rəhmət eləsin. Amma bir dənə mən Bakıda da tədbirdə demişəm, bəzi yerlərdə də Əhməd Ali qardaşımız dünyasını dəyişəndə onu Peyğəmbər qəbirstanlığına dəfn eləmişik. Yəni Əhməd Ali nəyi vardısa onu bu torpaq üçün, bu el üçün, bizim cəmaatımız üçün elədi. Amma çox təəssüf olsun ki, gözü pərdəli, qəlbi möhürlü insanların əksəriyyəti bunu görə bilmədi, dərk eləmədi və yaxud da dərk eləmək istəmədi. Onların da demək olar onu dərk eləmirsə, mənim heç onların haqqında danışmaq istəmirəm. Amma bunu demək istəyirəm ki, Əhməd Ali cəmaatımız üçün, elimiz, obamız üçün nə lazımın son elədi. Allah'tan bir daha Əhməd Ali qardaşımızın timsalında bütün şəhidlərimizə mən də rəhmət diləyirəm. Allah hamısının məkanı cənnət eləsin. O cümlədən mən də İlhamə xanıma təşəkkür edirəm. İlhamə xanım da elimizin, obamızın təsibini çəkən bir dəyərli xanımdır. Allah sizə bərəkətli ömür versin. Allah qələmizə qüvvət versin. Allah dizinizə taqət versin, zehninizə bərəkət versin. Ki bu gördüyümüz layıqlı işləri davam etdirə biləsiniz. Çox sağ olun əzizlərimiz, siz bizim üçün çox əziz və dəyərli insansınız. Allah sizləri var eləsin. Bir daha bu günü bizə Allah bəxş elədi. Dövlətimiz, əskərlərimiz bu yolu getdilər. Amma bir şey yadımızdan çıxartmayaq ki, keçmişdə buraxdığımız səhvləri biz təkrar eləməyik. Bizim bugünkü çəkdiyimiz əziyyət keçmişdə elədiyimiz səhvlərin nəticəsində olur. Biz çalışaq ki, keçmişdə elədiyimiz səhvləri eləməyək. Bir daha Allah elimizə, obamıza pis gün nəsib eləməsin. Bizim cəmaatımız çox qəhrəman cəmaatdır. Bir də üzr istəyirəm, çox danışdım. Mən fəxr edirəm cəmaatımızla ki, Balinsanın qabağında bizim cəmaatımız 44 günlük müharibədə çadır qurmuşdu. Bütün Azərbaycanın hər yerindən gələn şəhid ailələrin, xəstələrin, ora gələn qonaqları onlar həm xəstəxananın qabağında, həm diaqnostikada qarşılayırdılar. Yəni onları bu şeylərdən təmin edirdilər. Bizim Əhmədbəyli Mahmudlu kəndi var ki, orada bizim Allah rəhmət eləsin. Kəlbala Yaşar qardaşımız dünyasını dəyişib, orada bir məscid tikdirib, balaca. O məsciddə bizim qazi qardaşlarımız, bizim yəni o belə deyək də ümumi xalqımızın, millətimizin nümayəndələri o şəhidləri son mənzilə çox özlərinə layiq şəkildə yerinə yetirdilər. Yola saldılar. Yəni mən orada şəhid ailəsi gəlib uşaqlardan soruşur ki, mənim oğlumu harada götürdünüz? Onlar onu göstərir ki, burada oğlumu götürdük, burada yuduq, burada cənazə namazı qıldı. Şəhid ailəsi təşəkkür eləyir bu işlərə görə. Təsəbbirisi nədir? Qəlbində bir rahatlıq tapır. Bu böyük bir qazançdır, bu böyük bir uğurdur. Həmin o şəhidlərin də əksəriyyəti ayağınız düşsən mən sizə arzu edirəm ki, gedib o məscidi ziyarət edəsiniz, o şəhidlərimiz olan, yuyulan yerləri. Əksəriyyətin də şəkillərin gətirib vururlar o məscidimizin həyətinə. Allah Kəlbala Yaşar qardaşımıza imanlı, dinli, ümumiyyətcə bu kənddən
hər bir yerdən dünyasının dəyişmiş insanlarımıza rəhmət eləsin ki, bax, o işləri eləyiblər. O da bu işi qoydu. Bugün Kəlbala Yaşar qardaşımız həyatda yoxdur, amma görün orada nə qədər işlər görür. Allah razı olsun, diqqətinizə görə təşəkkür edirəm. Yok internet tutmaz ne bekledim. Çok sağ olun. Ben bizim gazilerimize, birinci şehitlerimize, sizin de bir gazi olarak bunları ışıklandırdığınıza göre minnettarım. Bunu rayonum benim. Ben böyle təsəvvür eləyirəm, kimsə bilmirəm nə təsəvvür eləyir. Mən bir aləmdir. Xələfşə xüsusi olarak benim ailemdir, iktidai ailemdir. Azerbaycan geniş miqyaslı ailemdir. Xələfşədən dünövrə buradan, düzərtə buradan başlayarak iktidai ailemdir. Her bir xələfşəlliyə, her bir büyüklü kiçikli, her birinizin karşısında ben kiçiyəm. Her birinize teşekkür ediyorum. Bu meclisi kuranlara, bunu teşkilat edenlere, zəhmət çəkənlərə, bunu qrup quraşdıranlara hamısından birlikdə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox gözəl, çox rahat. Mən hələ 30 ildə orada burada çox olduğumuz halda mən burada özümü öz vətənimdə, öz cəmaatımın içində, öz bir uşaq vaxtı, uşaq beşiyində, ana laylasında hiss edirəm. Beşikdə olan uşağa bənzədirəm. Çok sağ olun. Sağ ol. Teşekkür ederim. Allah her birinizden razı olsun. Sağ ol.